Bu paketin içində nə var? Bu paketin içində şəkildə də gördüyünüz payandik ya da lehim deyim, lehim dəsti var. Həmin o lehim ucuz qiymətə və çox kiçik olduğu üçün almışam. İstədim elə paketdən bir yerdə açım. Həm siz görün içində nə var. İlk dəfə istifadə edəcəm. Mənim üçün çox maraqlıdır. Bu qədər kiçik bir lehim heç görməmişdim. Elə paketləyiblər ki, yəni, ölçü tam olaraq əlimdən biraz balacadır. Nə ilə göstərim? Mouse-la göstərim. Bu mouse, bu da lehim dəstinin özü. Yəni qutusu bu qədərdirsə, içindəki nə boydadır? Allah bilir. Aça baxaq. Bu lehmə bənzər bir dənəsini mən bir neçə il əvvəl görmüşdüm. O bir qədər bahalıdır. Bu ucuz qiymətədir. Təqribən səhv etmirəmsə 15-16 manata qiyməti var. USB Type-C ilə şarj olur. Bu bizim ucluğumuzdur. Bu da bizim lehim. Yəni nə boydadır? Barmağımdan biraz uzundur. Çox maraqlıdır ki, işləyəcəkmi? Bunu bura bağlayacağıq. Tam olaraq belə bir şey. Əslində qalsa çox rahatdır. Yəni qələm kimi tutmaq və çox kiçik işlərlə məşğul olmaq üçün. Bəzən elə bir yerdə bir kabeli qırılır ki, ora nəsə əl çatmır ya da əl çatırsa da böyük bir lehimlə ora daxil olmaq, iş görmək çox çətin olur. Ona görə də bunu aldım. Bilmirəm hələ ki. Bir yoxlayaq görək necə bir şeydir. Buradan yanır. Burada da bir LED ekranı var. İşləmədi. Biraz basılı saxlama lazımmış. 2.7 volt birinci göstəricisi. Qızmağa başladı o dəqiqə. Çox maraqlıdır. İkincisi 3.4-dür. Üçüncüsü isə 4.2. Burada nə qədər enerjisi qalıb onu göstərir. Burada istifadə elədiyi volt dəyərini göstərir və qızdı çox maraqlı tüstü çıxır artıq. Tüstünü görə bilirsiniz. Mən görürəm, amma ən yaxşı qala ilə göstərim. Biraz çox qızdı elə bil. Düşündüyümdən də tez qızdı hətta. İyisini hiss edirəm. Qala gətirdim. Çox maraqlıdır. Bu qədər tez qızacağını təsəvvür eləməmişdim. Düşündüyümdən daha tez qızdı. Mən elə bildim bir qədər gözləyəcəm sonra. Əlimdə belə bir kabel var. Qalay. Dərs provediyək görək necə bir şey olur. Hal-hazırda ən aşağı volt göstəricisi, ən aşağı gücdədir daha doğrusu. Görə bilirsiniz ya, yox. Çox yaxşı. Yəni, düşündüyümdən daha yaxşıdır. Hələ bu ən aşağı göstəricidə daha. Söndürmək üçün basılı tutmaq lazımdır, səhv etmirəmsə. Yox, sönmədi. Qaldırıb sonra söndürürsən. Bunu bəyənmədim. Birbaşa söndürmək olsa daha yaxşı olardı. Böyük ehtimal sleep modu, yəni yuxu modu yoxdur. Onu istifadə edəndə görmək lazımdır. Yuxu modu nədir? Belə
lehimlərdə bir müddət sonra istifadə eləməyəndə lehim avtomatik olaraq sönür və ya da temperatur aşağı salır. Bu bahalı versiyaları var. Dedim ki, onu alsanız sizin üçün daha yaxşı ola bilər. Amma bu da pis deyil belə baxanda. Ən son bunu da yoxlayaq. Bunu yoxlamağa bir şey yoxdur. Sadəcə olaraq maraq üçün baxmaq istəyirəm. Amma çox qəşəng görünür həqiqətən. Mən xüsusilə bu rəng aldım. Böyük ehtimal kamera hal-hazırda rəngi o qədər yaxşı göstərmir. Açıq sarı kimi göstərir. Amma narın turuncu rəng deyilir tam olaraq. Turuncu rəngdədir. Çox qəşəng görünür və maraqlıdır ki, tutacaq hissəsində bir qəribə bir material var. Dəmir kimi hissiyat vermir. Qələm kimi hissiyat verir. Sanki nəyəsə tutub belə yazacaqsan. Çox maraqlı bir nəsə vurublar üstünə. Maraqlı bir şey alınıb. Durur belə. Düzlədi yanır. Yaxşıdır. Standart 5 voltluq adaptördən istifadə edə bilərsiniz. Və görünür yəqin ki. Mən çox bəyəndim. Ümid edirəm sizlər də bəyənərsiniz. Bu arada bu bir reklam deyil. Buna bənzər yüzlərlə markanın, müxtəlif markaların daha doğrusu lehimləri var. İlk dəfə də belə bir lehimlə istifadə edirdim. Ona görə düşündüm ki, yadıma düşmüşəm. Bu ucluqlar tək bir dənə deyil. Yəni siz alanda bir neçə dənə fərqli formanın ucluğunu ala bilirsiniz. Mən birini almışdım. Bunu daha öncə almışdım. Daha doğrusu ikisini bir yerdə sifariş vermişdim. Sadəcə olaraq ucluq daha tez gəldi, çatdı. O ucluğu da göstərəcəm. Bu nazik ucluqdur. SMD lehimləri yaxud da kiçik modullar üzərində iş görərkən bundan istifadə eləmək olar. Digər ucluq budur. Fərqlərini göstəreyim. Eyni formada açıb dəyişdirə bilirsən. Yadıma düşmüşəm. Bu ucluqların bu formada açıla bilir bəzən. Buna biraz ehtiyatlı olun. Çünki nədirsə belə dəyişdirmək olar, amma normalda elə açılmır. Buradan açılmalıdır, ucdan. Tam dibdən. Buradan açılmalıdır. Yəni bu hissə ayrılmasın. Ayrıla bilir normalda, amma ayrılmasın. Niyə lazım? Nəyə lazım daha doğrusu? Belə. Bu da bizim yeni lehim alətimiz. Tez-tez bunu görəcəksiniz. Böyük ehtimal. Bilmirəm nə qədər gedəcək, uzun gedəcək, qısa gedəcək. Amma videolarda çox tez-tez göstərməyə çalışacağım. Mənim üçün maraqlıdır. Yenə deyirəm, bu ən ucuz versiyadır. Yəni Çin istehsalı ən ucuz versiyadır. Bunlardan çox baha qiyməti olan fərqli formaları var. Yoxlamaq üçün olar. Mən öz lehim, normal istifadə etdiyim lehimi də göstəreyim. İndi arasındakı fərqi daha yaxşı görünmək olacaq. Bu mənim illərdir istifadə etdiyim lehimdir. Yəni ölçüsü bu boydadır. Bu isə yeni alınmış lehim. Yəni aradakı fərqi görə bilirim. Bunun artıq dəfələrlə ucluğunu dəyişdirmişəm. Bu ucluğu dəyişəndən temperaturu tənzimlənə bilir. Bu isə yeni. Ümid edirəm video öyrədici və maraqlı oldu. Bacardığım qədər aldığım, özüm üçün istifadə etdiyim və aldığım hər hansı bir məhsulu sizə də təqdim etməyə çalışacağam, məlumat verməyə çalışacağam.
Çünki bəzən video çəkəndən sonra ya Instagramdan ya da TikTok vasitəsilə birbaşa mesaj göndərilir. Bir-bir cavab verməkdənsə elə ən yaxşısı belə video çəkib aldığım məhsulları özüm istifadə elədiklərim təbii ki, məlumat verməkdir. Yəqin ki, bənzər videonun bir hissəsini istifadə edəkdən bir müddət sonra yenidən çəkəcəm. Çünki nə nəticə verəcəyini, yaxud da enerjisinin nə qədər gedəcəyini bilməliyəm. Bu qədər. Videonu bəyənməyi, bu tip hobisi olan insanlara bu videonu göndərməyi unutmayın. Ümid edirəm hər kəs üçün maraqlı olar. Sağ olun.